Allah israf edənləri sevməz. Baxın, israf bizim həyatımızın hər sahəsində var. Bugün insanların diqqət etmədiyi iki xüsusu, siz əslində bayaqlar onu vurguladınız. Mən onu Peyğəmbərimiz Aleyhissalatu vesselamın bir hədisindən bildirəcəm. Buyurur ki, niyamətən iki nemət var ki, deyir, məğbubun fihimə kəthirun minənnəs. İnsanların çoxu bundan aldanıb, deyir. Əs-səhhə vəl-fərah. Birincisi sağlıqdır, səhhətdir, ikincisi boş vaxtdır. Baxın, insanlar vaxtın qədrini bilmirlər. İsraf bax burada gəlir. Bəli. Çünki niyə? Arkadaş, biz övladlarımızı əslində vaxtı necə dəyərləndirmək lazım, onları da öyrətməliyik. Necə ki, ayaq yoluna girib çıxmağa ədəbini öyrədiriksə, əli üz yuma ədəbini öyrədiriksə, danışma ədəbini öyrədiriksə, böyüklərlə necə danışacaqsan, kiçiklərlə necə danışacaqsan, oturuşunu, duruşunu öyrətdiyimiz kimi əslində mənim fikrimcə burada valideyn olaraq biz övladlarımıza necə həyat sürməliyik, onu yaşam tərzimiz necə olmalıdır, onu öyrətməliyik. Çünki biz deyirik ki, məsələn, gün gələr. Əslində gün gəlmir, gün gedir. Düzdür. Biz oturmalıyıq, fikirləşməliyik. Misal üçün, Allah bizə 24 saat vaxt verir. 24 saat ömrümüzün necə dəyərləndiririk? Allaha olan ayrılan vaxt var. O necə dəyərləndiririk? O dəyərləndirilən vaxt səmərəlimi deyilmi? İxlaslı mı deyilmi? Səmimi deyilmi? Səmimi mi deyilmi? Yəni bunlar biz sual cavab eləməliyik. Və gün ərzində biz, misal üçün, gün ayıldı. Allah bizə bir gün nəsib elədi, ömrümüzdən bir vərəq bugün düşəcək, 24 saatımız tamam olacaq. Və bu 24 saat ərzində, ey qulum, sən neynədin? Hansı bir xeyirli əməl işlədin? Yəni bu suallar özümüzə verilməlidir. Allah Rasulü nə deyir? İnsanların çoxu bu iki nemətdən qafildir.